Salam hər kəsə dostlar, mən Nəbi Vüqar, yenidən sizin qarşınızdayam. Bu dəfəki şahmat analiz oyunumuz əziz dostlar, Əfqanistanlı oyuncu ilə oynadığım bir oyundur. Ağlarda Əfqanistanlı oyuncu, qaralarda isə mənəm. Analizimizə başlayaq. Deməli, rəqib D4 həmləsi irəli sürür, mən isə D5 qarşılığı verirəm. Rəqib oyuncumuz filini F4-ə çıxır. İtalyan atışına bənzəyir əziz dostlar. Mən mərkəz piyadamı gücləndirirəm. Rəqib atını irəli gəlir, mən isə şah qanadakı atımı çıxıram. Və rəqib yenidən mərkəzi gücləndirməyə çalışır. Mən isə burada dostlar piyadanı H6 edirəm. Nə üçün? Yəni rəqib atını qabağa verib məni narahat etməsin deyə. Rəqib filinə çıxır, mən isə digər piyadamı hərəkət etdirirəm. Rəqib atını vəzirin önünə qoyur. Mən isə sağ tərəfdə olan atımı oyuna çıxıram. Rəqib kiçik qala qurur və mən qala qurmaq üçün filmi E7-yə çıxıram. Rəqib piyadanı qabağa verdikdən sonra əziz dostlar mən kiçik qala qururam. Yəni bura kimi oyun çox sakit gəlir əziz dostlar, yəni heç bir aqressiv bir həmlə yoxdur. Və rəqib şah qanadından, yəni sol tərəfdən, mənim solumdan öz piyadasını çıxır. Mən isə topu E8 xanasına gəlirəm. Və rəqib atı mərkəzə yerləşdirməyə çalışır. Mən isə atları dəyişirəm. Çünki rəqibin mərkəzdə güclü atını istəmirik. Əziz dostlar, bu mümkünsüz bir şeydir. Rəqib filin atımı götürür, mən sonra atları dəyişirik. Və mən filmi D7 xanasına gəlirəm. Rəqib isə vəzirini B3 xanasına gələrək mənim buradakı piyadamı təhdid edir əziz dostlar. B7-dəki piyadamı təhdid edir. Mən sonra fillə qoruyuram. Həm mərkəzi, həm də piyadanı fillə qoruyuram. Və rəqib oyuncu isə piyadasını qabağa sürür. Mən şah qanadakı piyadamı irəli hərəkət etdirirəm. Rəqib piyadamı götürür. Mən də atımın piyadasını götürürəm. Və atıma öz fili ilə hücum edir. Mən sonra filinə piyadamla hücum edirəm. Rəqib filini qaçır. Yenidən digər filinə hücum edirəm. Rəqib ağ filini də geri çəkir. Və mən filmi mərkəzə qoymağa çalışıram. Rəqib topunu hərəkət etdirir əziz dostlar. Və mən mərkəz piyadasını irəli gediş edirəm. Burada piyadalar dəyişir əziz dostlar və mən filə hücum edirəm. Rəqib film qara filləri dəyişirik. Topa götürürəm əziz dostlar. Və rəqib atla mənim topuma hücum edir gördüyünüz kimi. Mən topumu geri çəkirəm. Və rəqib digər topunu isə D1 xanasına gətirir. Mən isə vəziri D6 xanasına qoyuram əziz dostlar. Və bir rəqib atını qabağa gətirərək mənim filmə hücum edir əziz dostlar. Mən vəziri geriyə topun arxasına oynayıram. Çünki burada plan qururam əziz dostlar. Atımla filmə isə onun atını götürəndən sonra əziz dostlar, yəni burada dəyişim baş verir. Vəzirlə topuma hücum edir. Mən topu qaçıram. Və o burada əziz dostlar, baxın, ən önəmli anlarından biri budur ki, rəqib burada səhv eləyərək mənim sanki bu piyadanı boşda olduğunu düşünür və vəzirlə piyadanı götürür. Mən isə rəqibin vəzirini topuma götürürəm və rəqib burada böyük səhv yol verir əziz dostlar. Sonra isə artıq mən son həmləni, baxın bir daha göstərirəm. Burada son həmləni topla şah verirəm və rəqib burada artıq oyunu tərk edir. Zaten rəqibin bir şansı qalmayıb, çünki çox daşı mən tərəfindən vurulmuşdur. Ona görə rəqibin oyundan çıxmaqdan başqa şansı yox idi əziz dostlar. Və belə analiz məncə çox maraqlı keçdi, çox maraqlı oyun olub. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm əziz dostlar. Kanalıma abunə olmağı və like etməyi unutmayın.